Salam, kanalıma hoş geldiniz. Bu videomda sizlerle alışveriş videosudur. Meyve tərəvəz alışverişi etmiştim bazardan. Onları sizlerle bölüşeceğim. Fiyatı mandalindi. Bu il maşallah meyve tərəvəz çox boldu. Qiymətlər münasibdir. Mandalin 80 qəpikdən 1 manat 50 qəpiyə kimi var. Fiyatı 1 manat 2 manat arasıdır. Almadı 80 qəpiyə almıştım. Lobiya 2 manata. Lobiyanın da artıq sezonu keçir, bir dəfə də alıb bişirmək istədim. Yemişdi, bu da artıq payız gəlib. Elə çox dadı qalmayıb, amma yenə də aldım. 1 manata idi. Gül kələmidir, səhv etmirəmsə kilosu 3 manat 50 qəpiyə idi. Bizim evdə çox sevilir gül kələmi, brokoli. Hər zaman qış gəldikcə alıram. Həm şorabasını, həm quru sobada qızartmasını hazırlayıram. Hər ikisi də çox dadlı alınır və kanalımda da var, paylaşmışam. Badımcan da 1 manata idi, göbələk də 3 manata idi kilosu. Brokoli de 3 manat 50 qəpiyə idi. Böyük ölçüdə olanı yox idi, belə kiçik ölçüdə aldım. Çox zamanda gül kələmi, kök qarışıq bişirirəm. Soğandırdı 1 manata idi. Belə yaşıl pomidordur, şoraba hazırlayacağım, onun üçün almışam. Yaşıl pomidor, kələm, kök. Qırmızı pomidordur, bu da 1 manata idi. Üzümdür, 1 manat 50 qəpiyə idi. Xiyardır, 1 manat idi, amma artıq o dadı ləzzəti qalmayıb. Biberdir, yenə 1 manat idi. Qara istiyotdur, mən hər zaman belə ədviyyatları çəki ilə alıram. Şokoladlı şirniyyatlar üçün istifadə etməyə, bir də açıq quru çaydır. Alışverişim də bu qədər idi. Dediyim kimi qısa bir alışveriş idi. Əgər izləyib bəyəndinizsə like etməyi, şərh yazmağı unutmayın. Sağ olun.